Düzürəm tavaya və 180 dərəcədə qızdırılmış sobada üzəri az, altı isə belə qızarana kimi bişirirəm. Sonra isə üzəri üçün bir plitkanı mikrovalnovkada əritmişəm. Bunu da yaxıram üzərinə və qoyuram yağlı kağızın üzərinə tam soyusun. Baxın, belə bir peçenyalar alınır. Twix adında çox dadlı və asan peçenyalardır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və şərh yazmağı unutmayın. Çox sağ olun.